Əli dayı, nə xoş oldu səni gördüm. Necəsən? Hay Vasif, xoş gəlmisən. Haralardasan bala, çoxdandır görünmürsən. Hə Əli dayı, iş güc o qədərdir ki, arada bu səfalı yerlərdə böyüdüyümü belə unuduram. Lap turist olmuşam buralara. Gəl qatıl onda qonaqlarıma, sənə də buraları tanıdım. Doğrudan Əli dayı, bunlar kimdir? Heç bizimkilərə oxşamırlar. Bunlar mənim qonaqlarımdır. Eşitməmsən? Agroturizmçiyəm də mən. Öz kənd təsərrüfatımı agroturizm müəssisəsinə çevirmişəm. Agroturizm? O nə deyirlər? Hə, agroturizm. Deməli, ferma və kənd təsərrüfat sahələrinə turistlərin səfərini təşkil edirsən. Yəni, onlara kənd həyat tərzini nümayiş elətdirirsən. Eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakını təmin eləyirsən. Bunun qarşılığında da əlavə gəlir əldə edirsən. Gəlir? Yəni pul qazanırsan? Hə, gəlir. Məsələn, turist qonaqlara kənd həyat tərzi haqqında məlumat verirsən. Onlara bunu özləri təcrübə eləmələri üçün şərait yaradırsan. Həmçinin əlavə olaraq öz təsərrüfatında hazırladığın kənd məhsullarını və ya qonşuların məhsullarını turistlərə sata bilərsən. O de, bax, Thomas məndən çoban papağı istədi, mən də Vüqar əminin dükanına apardım onu. Xeyli suvenir də aldılar. Nə yaxşı biznesdir. Bəs qonaqlar harda qalır? Elə mənim evimdə qalırlar. Turistlərə kənd yerində kənd sayağı səhər yeməyi, gecələmə xidməti təşkil eləyə və ya çadır qurmağa şərait yarada bilərsən. Hətta yerli yeməkləri bişirib dadmalarını, yaxın ərazilərə səfərlərini təşkil eləyərək daha çox qazanarsan. Əli dayı, əməlli faydalı iş imiş ki bu. Bundan tək mən yox, elə kənd cəmaatının çoxu məşğul olur. Həm bölgə inkişaf eləyir, həm təsərrüfatımız qazanır, həm də özümüz. Üstəlik qonaqlara yerli ənənələri, abidələri, tariximizi göstəririk. Onlar da yeni turistlərin gəlməyinə səbəb olur. Turistlər üçün də bu maraqlıdır. Həm təbiətə yaxın olurlar, yeni mədəniyyətlər kəşf eləyirlər, təbii kənd məhsulları ilə qidalanırlar, əylənirlər, öyrənirlər. Əli dayı, dünyada başqa harda var bu biznes? Agroturizm tək bizdə yox, dünyada da məşhurdur. Bizdə də bu sahə yeni yaranır, inkişaf eləyir. Şəkidə Biogarden, Lənkəranda Sitrus Vadi və başqa yerlər olduqca maraq yaradıb. Əli dayı, elə danışırsan, adam lap həvəslənir. Bəs gələn turistlər kimlərdir? Vasif, bilirsən ki, danışmaqda ustayam. Gələn turistlərin çoxu uşaqlı ailələr, yaşlı adamlar, gənclər və həvəskarlardır. Bəs bu fəaliyyətə başlamaq üçün nə lazımdır? Təsərrüfatın və ya ferman varsa, ən qısa vaxtda başlaya bilərsən. Amma bunun üçün bilməlisən ki, sənin təsərrüfatının imkanları nədir? Öz sahənə uyğun agroturizm müəssisələrini araşdırıb qiymətləndirməlisən. Eyni zamanda turizm şirkətləri ilə danışa bilərsən. Əlavə maliyyə götürməklə, təsərrüfatın maraqlı hekayəsini yaratmaqla, turistlərlə gülərüz və peşəkar xidmət göstərməklə təsərrüfatını agroturizm müəssisəsinə çevirə bilərsən. Hər şey standartlara uyğundursa, agroturizmə qoşula bilirsən. Deməli standartlar da var? Əlbəttə var. Turistlərin qəbul edilməsi, qonaqlaması, qidalanması və xidmət göstərməklə bağlı standartlar var. Yəni, qonaq üçün ayrıca otaq olmalıdır. Əşyalar təmiz, səliqəli və işlək olmalıdır. Hamam tualet standartlara uyğun olmalıdır. Qidalanma verəcəksənsə, qonağın ağız dadına, yemə alışqanlığına uyğun yeməklər təşkil eləməlisən. Qonaqla ünsiyyətin də mədəni olmalıdır. Bəs bu işə başlamaq üçün nə qədər pul lazımdır? Bu işə qoşulacaqsansa, əvvəldən bilməlisən ki, müəyyən xərclərin olacaq. Yəni, aylıq ödəməli olduğun kommunal, təmizlik, vergi və s. kimi xərclər. Bunlarla yanaşı, turistlərin istəyindən asılı olaraq göstərdiyin xidmətə görə yarana biləcək xərclərin də olacaq. Nəqliyyat, qidalama və s. Əli dayı, maşallah, bu işlə bağlı hər şeyi detallı bilirsən. Əvvəlcə evim və təsərrüfatımın şəkillərini çəkdim, yerləşdirdim yerli və xarici rezervasiya sistemlərinə. Bu sistemlərdən turistlər çox istifadə eləyir. Qızıma dedim, kömək elədi, bir neçə sosial şəbəkədə hesab açdım. Orada da turist qonaqlarla çəkdiyim şəkil və videoları yerləşdiririk. Bunlar vacibdir. İndi bizneslə məşğulsansa, mütləq bunları da bilməlisən.
Ay maşallah, sən bu işlərdə necə də həvəslisən. Bəs müraciət eləmək üçün neyniyim? Regional Turizm İdarəsinə müraciət elə. Sənə ətraflı köməklik göstərəcəklər. Eləcə də turizm.gov.az-a da baxa bilərsən. Vəssalam. Yaxşı Əli dayı, ayaqüstü də olsa çox faydalı görüş oldu bu. Çox sağ ol. Sən sağ ol bala. Mən getdim. Qonaqlarım gözləyir.